Salam əziz bacılarım və qardaşlarım. Rəbbimiz İsa Məsih ismi ilə hər birinizə salamlayıram və Rəbbə minnətdarım ki, bugün sizinləyəm və sizinlə Allah kəlamı bölüşürəm. Bugünkü vəzim sənin seçimin haqqında olacaq. İstərdim Luka müjdəsi 17-ci fəsil 11-ci ayədən 19-cu ayələ birlikdə oxuyaq. Mövzumuz məhz bu haqda olacaq. Burada belə yazılıb. İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Kəndlərin birinə girəndə onu 10 nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub ucadan çığırdılar. İsa, ustad, bizə rəhm et. İsa onları görüb, gedin özünüzü kahinlərə göstərin dedi. Onlar yol gedə-gedə pak oldular. Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O, üz üstə İsa'nın ayaqlarına düşərək ona təşəkkür etdi. Bu adam Samariyalı idi. Onda İsa dedi, pak olanlar 10 nəfər deyildimi? Bəs qalan 9 adam hardadır? Bu yad eldən savayı geri dönüb Allah'a izzət verən olmadı mı? Sonra o adama dedi, ayağa qalx, get. İmanı səni xilas etdi. Amin. Gəlin ki, öncə baxaq görəm cüzam nə idi? Və Allahın kəlamına görə cüzamlı insan haqqında hansı qərarlar verilməli idi? Cüzam çox iyrənc bir xəstəlik idi. Həm iyrənc, yoluxucu, natəmiz bir xəstəlik idi. Cüzamlılar diri ölülər adlandırılırlar. Cəmiyyət, ətraf insanlar, sevdikləri, hamısı onlardan üz döndərirdilər. Yoluxma qorxusuna görə insanlar onları şəhər ətrafından belə qovurdular. Və hətta insanlar cüzamlı insanlarla yaxın olan ərazidə onlarla eyni nəfəs aldığına, eyni havanı aldığına görə belə cüzamlara nifrət edirdilər. Yenə də deyirəm, bunlar diri ölülər sayılırdı. Maraqlı deyildi o cüzamlı keçmişdə kim olmuşdu, o nə vəzifə daşıyırdı. O cüzam xəstəliyinə yoluxan kimi həmin adı daşıyırdı, diri ölülər. Biz bilirik ki, insanı valideyndən daha artıq sevən yoxdur. Yəni, valideyn hər bir vəziyyətdə öz uşağının yanında olur. Amma təsəvvür edin, vəziyyət elə idi ki, valideynlər belə artıq öz övladlarından imtina edib, onları ölü kimi qəbul edirdilər. Diri vəziyyətdə onları ölmüş sayırdılar. Bu vahiməli bir xəstəlik idi. Göz görə-görə bədənin yara basır, bədən üzvlərin çürüyür və çürüyüb düşür. Onların qayğısına da heç kim qalmırdı. Nəinki qayğısına qalıb, heç onlara yaxın duran yox idi. Cüzamlar şəhər kənarında zibillərdə yaşayıb, ehtiyaclarını orada ödəməyə, yemək tapmağa məcbur idilər. Onlar çox vaxt bir araya gəlib, öz dərdlərinə şərik olurdular və onlar öz aralarında dərd qardaşları sayılırdı. Çünki ətraf cəmiyyət heç kim qəbul etmir, cüzamlını yalnız cüzamlı başa düşərdi ki, o nə xəstəlikdir, o nə əziyyətdir və onun dərdini yalnız cüzamlı adamla bölüşə bilərdi. Musa Peyğəmbərin qanununa görə cüzamlı insanlara toxunan belə murdar sayılırdı. O, xüsusi paklanmadan keçməli idi. Əgər insanda cüzam əlaməti olarsa, həmin insan ilk öncə özünü kahinə göstərməli idi. Və kahin bunun cüzam olub-olmadığını araşdırdıqdan sonra bir neçə tədbirlər görülürdü. Cüzam haqqında Allahın İsrail xalqa verdiyi bir neçə tapşırıq var idi və bu haqda Levit kitabı 13-cü fəsil 45-ci 46-cı ayələrdə belə yazılıb. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçları isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb murdaram, murdaram deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın.
Murdarlığına görə düşərgədən kənarda tək yaşasın. Ona görə də bu 10 cüzamlı müqəddəs yazıda yazıldığı kimi İsa Məsihi kəndə girməmişdən qabaq yaxınlaşmağa cürət eləməyib uzaqdan səsləyiblər. Onlar şəhərdən kənarlarda yaşayır və insanlara yaxınlaşmağa icazələri belə yox idi. Bəli, bu çox çətin bir vəziyyət idi. Bu yerləri oxuyandan sonra başa düşə bilirik ki, 10 nəfər İsa Məsihi görəndə niyə uzaqdan qışqırır? Niyə İsa Məsihin yanına gəlmirlər? Əslinə qalsa, o 10 cüzamlı çığırırdı. Bunların çığırmağını da başa düşmək olar. Çünki onlar qrip deyildi. Onlar halsızlıqdan, qızdırmadan əziyyət çəkmirdilər. Onların göz görə-görə bədəninin çürüməsindən, yara xora içində olmasından əziyyət çəkirdilər. 10 nəfərdən yalnız biri haqqında burada məlumat var. O Samariyalı idi. O biri 9 haqqında məlumat yoxdur. Amma onların arasında Yahudilər də var idi. Çünki İsa Məsih yad ellidən başqa deyəndə nəzərə ki, bu dəqiq bilinir ki, orada Yahudilər də olub. Və çox maraqlıdır. Yahudilərlə Samariyalıların arasında düşmənçilik var idi. Yahudilər Samariyalıları adam yerinə saymırdılar. Amma buna baxmayaraq, bu 9 cüzamlıdan biri Samariyalı idi. Və onlar bir yerdə olurdular. Bu, sanki bu xəstəlik onlara düşmənçiliyi unutdurmuşdu. Bu dərd ortaqlığı onlara düşmənçiliyi bir müddətli yaddan çıxartmışdı onlara. Doğrudan maraqlıdır. Problem ümumi olanda düşmənçilik unudulur. Vəhşi təbiətdə belə bir şeyin şahidi olmuşam. Təbiət hadisəsi baş verərkən tsunami, muson yağışları, daşqınlar olanda vəhşi heyvanlar sağ qalmaq üçün sığınacaq axtarırlar və təhlükəsiz bir yerdə iki vəhşi heyvan yan-yana sakitcə dayana bilər. Baxmayaraq ki, bəlkə də normal vaxtda olsaydılar, onlar bir-birinin qanını tökərdilər. Amma bu vəziyyətdə problem ümumi olanda düşmənçilik unudulur. 10 cüzamlı insan da belə idi. 10 cüzamlı insanları birləşdirən yalnız bir şey vardı. Allaha olan ümumi ehtiyacları. 10 cüzam xəstəsini dilənməyə məcbur etdilər. Və onlar dilənirdilər ki, qanlar doyuzdursunlar, yaralarını sarmaq üçün sarğı istəyirdilər. Onlar öz problemlərini, öz ehtiyaclarını dəqiq bilirdilər. Onlar Məsihdən nə istəyəcəklərini dəqiq bilirdilər. Onlar İsa Məsihi görəndə İsa Məsihdən yemək, əyinbaş, yaralarını sarmaq üçün sarğı, bunları istəmirdilər. Onlar İsa Məsihdən onlara mərhəmət olunmağını istəyirdilər. Bəs biz necə? Biz bilirikmi Məsihdən bu illərim nə istəyirik? Müqəddəs yazıda görürük ki, İsa Məsih onlara şəfa verir. Onlar yol gedə-gedə pak olurlar. Bəli, bu möcüzə idi. Cüzamdan şəfa tapmaq möcüzə idi. Və bunu yalnız Allah edə bilərdi. Onlar yol gedə-gedə paklanırlar, yaralarının sağaldığını görürlər. Amma o 10 nəfərdən yalnız biri sağaldığını görür, Məsihin yanına minnətdarlıq üçün tələsir. Bəs biz necə? Rəddən nəsə istəyirik, Məsih bizə verir. Biz Məsihin huzuruna minnətdarlıq üçün tələsirikmi? Biz bu Samariyalılar kimi Məsihin huzuruna qayıdırıqmı? Yoxsa o biri 9 nəfər kimi aldıq, getdik, qurtardı, getdi. 17-ci ayədə İsa Məsihin bir sualı mənə çox düşündürür. Çox təsirli sualdır. Pak olan 10 nəfər deyildimi? Bəs qalan 9-u hardadır? Maraqlıdır. Axı bu 9 nəfərin problemi, dərdi səri eyni idi. Axı bu 9 nəfər eyni xəstəlikdən əziyyət çəkirdi. Axı bu 9 nəfər eyni yerdə dərdləşirdilər həmin xəstəliyə görə, həmin ağrılara görə. Bəs o 9 nəfər hanı? Maraqlıdır, görən onlar niyə qayıtmadı? Bu biz nəyə bənzəyir? Sanki valideyn övladına çox istədiyi bir hədiyyəni verir və övlad hədiyyəni götürür, sevinir
və gedir. Amma məncə bu belə olmalıdır. Deyil. Bu sanki övladın nankorluğudur. Bilmirəm o 9 nəfər hara getdi, amma bir şey bilirəm. O bir nəfər düz yoldaydı. O Samariyalı, o Yahudilərin insan yerinə saymadığı insan düz yoldaydı. O seçimini etdi. Həmin 10 nəfərdən hərəsi öz seçimini edir. Və bu Samariyalı öz seçimini edir. Beləliklə o uzun müddət əziyyət çəkməyinə baxmayaraq o qayıdırdı. O bilirdi hara qayıdır. O bilirdi nəyə qayıdır. Bəlkə də o biri 9 nəfər kimi bu Samariyalı da uzun müddət idi, evindəkilərini görmürdü, sevdiklərini görmürdü. O bəlkə də öz şəfa aldığını gedib ailəsi ilə sevinc içində bölüşmək istəyərdi. Amma o yox. O qərarı alır ki, Məsihin huzuruna qayıtsın. Və çox maraqlıdır. O etdiyi seçiminə görə İsa Məsihin huzuruna gəlir və 19-cu ayədə İsa Məsihin ona dediyi sözlər elə belə sözlər deyil. Sanki o etdiyi seçiminə görə İsa Məsihdən cavab alır. Məsih ona şəfa vermişdi. Necə ki o biri 9 nəfərə vermişdi, amma ona xüsusi bir hədiyyədir. İsa Məsih orada deyir, imanın səni xilas etdi. O insan İsa Məsihin huzuruna qayıdıb minnətdarlıq edir və ona görə İsa Məsih ona xilas edə bəxş edir. Və çox maraqlıdır, biz bu günlərim həyatda nəyi seçirik? Biz Məsihin huzuruna, onu görməyə, onun görüşünə, ona minnətdarlıq etməyə gəlirikmi? Əziz dostum, o Samariyalı öz seçimini edir və onun seçimi, onun imanı ona xilas bəxş edir. Bəs biz bu günlərim nəyi seçirik? Və istərdim ki, biz də həyatda həmin Samariyalı kimi İsa Məsihi seçək və xilas olaq. Amin.